Uşaqların çoxsu qorxur. Mən də danışmaq istəyirəm, dərsdirim də. Barometr TV-nin qaynar xəttinə sosial media yaşayış kompleksindən sahibsiz itlərlə bağlı şikayət daxil olub. Sakinlər iddia edir ki, burada olan sahibsiz itlər onları narahat edir. Xüsusilə uşaqların təhlükəsizliyi onları daha çox narahat edir. Əlbəttə razıyıq ki, o itlər bizim sadiq dostlarımızdır da. Yəni onlar belə deyim də ağızsız, dilsiz heyvanlardır və onlara necəsə himayə eləməliyik. Amma qanunvericiliyin tələbləri var təbii ki. Qanunvericiliyin tələblərində itlərin, ümumiyyətlə heyvanların saxlanılması ilə bağlı konkret bəndlər var ki, ümumiyyətlə bu itləri, bu canlıları necə saxlamaq olar. Onlara hətta say da var burada ki, birdən artıq it olmaz və bir it saxladıqda belə o itləri buruntaqsız və nəzarətsiz həyətə, küçəyə buraxmaq olmaz. Bizə lazım olan bu itlər buradan yığışdırılsın. Küçə itləri buradan yığışdırılsın. Məhəllənin uşağı yazıqdır, ailə uşağı yazıqdır. 2 iti sahiblənib, 2 iti hesabına 220 it yığışıb bura. Orada belə bu çıxsaq ora xarici itdir. Bilmirik bura yaşayış masividir, yazıb var. İtlərin yemlənməsi, bax buyurun. Xanımın iddia elədiyi ki, başqa kəslər yemləyir. Bax buyurun, itlərin yemlənməsidir. Xanım küçə itləri bax burada məhəllədə yemləyir. İtlərin yemlənməsinə yenə deyirəm, amma mən heç vaxt qarşı olmaram. Amma faktlar budur da. Faktlar budur. Xanımın bax itidir. Burada qapının ağzında 2 dənə uşağın üstünə cumur. Uşaq bəlkə də burada keçirdiyi travmanı buyurun. Burada var. Xahiş edirəm biraz kənar durun. Göstər. Xahiş edirəm biraz kənar durun. Bəzi şəxslər var ki, yemi atır, xanım da götürür həmin itləri, həmin o yemi orada küçə itlərin yemləyir. Bir situasiya yaradır. Bu da öz yerində. Mən getdim onun iş yerinə, dedim ki, bəs çox xahiş edirəm ona deyin, itlərə qarşı belə qərəzdə olmasın da. Ondan sonra daha böyük qərəzlər eləyir. Neyniyir? Bu adam bir neçəsi vardı. İti, bax burada yemək yeyirlər qonşulardır. Yeməyin iyinə bura itlər gəlir. Yeməyi, mən çəkmişəm, yeməyi gətirirlər. Mən 100 dəfə deyirəm ki, burada həyətdə itə yemək verməyin. Çünki siz itə yemək verəcəksiniz, o bura öyrənəcəkdir. Kimi qorxur, kimi qorxmur. Uşaqların çoxsu qorxur. Da belə nətər deyim, gətirib biri fit verir, çağırır. Demək, bax bu şəxsin özü iti oradan aparanda, itlər orada oturur polisin yanında, o da heç kimə heç nə eləmir. Aparanda oğlunu itə hürütdürdü. 12-ci mərtəbədən şüşələri qırır, itləri, bir dəqiqə. Mən də danışmaq istəyirəm. Dayan danış, qoy sözüm. Mən də danışmaq istəyirəm, dərsdirim də. Bir dəqiqə danışdı, qoy siz danış. Problemlə bağlı Yasamal rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sakinlərdən rəsmi müraciət daxil olduqdan sonra problem araşdırılır və tədbir görülməsi üçün aidiyyatı qurumlara rəsmi məktub göndərilir. Belə məqamda sakinlərin öhdəsinə bir məsələ düşür: aidiyyəti üzrə müraciət etmək. Problemi diqqətdə saxlayacağıq.